siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız. Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev. Bu sizin xoşunuza gəlmir. Bu, xoşa gəlmək məsələsi deyil. Siz buna öyrəşməmisiniz. Bu, bizim müsahibənin mövzusu deyil. Çünki siz ancaq hücum etməyə adət etmişsiniz. Cəsarət və hazır cavablar. 44 günlük vətən müharibəsi zamanı Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm əməliyyatların gedişinə nəzarət edir, həm də cəbhədəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi məlumatlandırırdı. Xüsusilə xarici mediaya müsahibələrlə informasiya müharibəsində əks-hücum əməliyyatının mahiyyətini izah edirdi. Dövlət başçısının 2020-ci ilin noyabrında BBC-yə müsahibəsi zamanı səsləndirdiyi bu fikirlər isə 6 ay keçməsinə baxmayaraq bugün də müzakirə edilir. Tanınmış siyasətçilər, senatorlar, dünya şöhrətli rejissorlar və digərləri dövlət başçısından statlar gətirir, videolar paylaşırlar. Misal üçün, Twitter'da 2 günə 3 milyon baxış toplayan video paylaşıma baxaq. BBC bu ana hazır değildir və bu çox gözəl idi. Julian Assange'ın nişanlısı da bu səhifənin videosunu göstərərək qısa zamanda bir günə 1 milyon 600 min baxış yığdığını qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev BBC-yə deyir ki, onların mətbuat azadlığı barədə mühazirə oxumağa haqqı çatmır. Nə qədər ki, Birləşmiş Krallıq Assanjı jurnalistika fəaliyyətinə görə girov saxlayır, əslində mənəvi və fiziki olaraq onu öldürür. Azərbaycan prezidentinin cəsarəti Amerikalıların da rəğbətinə səbəb olub. Bəzi Amerikalılar hətta İlham Əliyevi Amerika Birləşmiş Ştatları prezidenti kimi görmək istədiyini gizlətmir. İndi onun 2024-cü il Amerika Birləşmiş Ştatları prezident seçkilərinə namizəd olmasını istəyirəm. Müzakirəyə səbəb olan həmin müsahibədə BBC-nin müxbiri Azərbaycan prezidentini itham etməyə çalışır. Amma əsaslandırılmış cavablar və qarşı suallarla üz-üzə qalır. Sosial şəbəkələrdə müzakirələrə qoşulan Britaniyalılar isə jurnalisti öz liderlərlə müsahibəyə dəvət edirlər. Yəqin ki, Orla Query, BBC-nin müxbiri, Britaniyaya qayıdıb İlham Əliyevin toxunduğu məsələlərlə bağlı bizim lideri sorğulaya bilərdi. BBC News Britaniya hökumətini müdafiə edir və üzü üstə yerə dəyir. Heç kimin deyə bilmədiyini demişdi Azərbaycan prezidenti. Özlərini söz və mətbuat azadlığında ən yaxşı hesab edən Avropalılar həqiqətlə üzləşdilər. Maraqları üçün söz və mətbuat azadlığını necə boğduqlarını gördülər. Nə qədər ki, Assange türmədədir, qərb qüvvələrinin mətbuat azadlığı barədə danışmağa haqqı çatmır. Buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl güzgüyə baxın. Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assange'ı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız? Müsahibə uzaq şərqdə də müzakirəyə çevrilib. Şərqdə Azərbaycan prezidentinin qərbin riyakarlığını necə ifşa etdiyindən danışırlar. BBC Qərbin mətbuat azadlığı məsələsindəki riyakarlığına ən yaxşı cavab. Düşünürəm, Azərbaycan prezidenti Qərbin sağalmayan təbliğat yaralarını tapıb və sıxıb. Buna görə də jurnalist cavab tapmıyor. Onlar, Qərb, yalnız digər ölkələri günahlandırmaq bacarırlar. İnanıram ki, müsəlman aləmində çox az lider bu cür cavab verməyə cəsarət edər. Bunun üçün ilk növbədə müsahibə verən lider cəsarətli olmalıdır. Cəsarət isə o zaman olur ki, həmin lider güclü dövləti təmsil edir. Bununla yanaşı, Azərbaycan prezidenti haqqı müdafiə etdiyindən indi bütün dünya onun bu fikirlərini tirajlayır.